أفغير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. İman zəifliyinin ikinci səbəbi bir çox insanların həyatında ruha qarşı soyuma və səhlənkarlıqdır. Bəzi qardaşlara deyirsən, niyə Quran dərslərinə, hifz halqəsinə yazılmırsan? Cavab verir, məşğulam. Bəs niyə valideynlərinlə əlaqəni gücləndirmirsən? İşim çoxdur, məşğulam. Yaxşı, 2 salih əməl artıq səndən ötüb keçdi. Niyə cümə namazına birinci səhvə gəlmirsən? Mənim işlə bağlı görüşlərim var, sıxlıqdır. Niyə nafilə oruç tutmursan? Hava istidir. Niyə gecə namazına qalxmırsan? Yuxum ağırdır. Niyə məsciddə azanla bərabər olmursan? Gecikirəm. Niyə? Sən nə ilə məşğul olursan axı? Artıq o qədər zəifləmişik ki, əsas ibadətlərdən başqa bir şey qalmayıb. Əlbəttə, o hələ də mömindir. İnşallah ki, xeyir üzərindədir. Amma niyə əlavə savab qazanmaq üçün səy göstərmirik? Ey qardaşım, yaşlılar bizdən daha çox oruç tuturlar. Bizdən çox gecə qalxıb ibadət edirlər. Bəs niyə biz gənclər bunu edə bilmirik? Niyə Quranı 1 saat, 2 saat oxuya bilmirik? Niyə edə bilmirik? Bu mövzuda böyük bir məsələ var, qardaşlarım. Elə insanlar var ki, gün ərzində 1000 dəfə zikr edirlər. Amma sən heç bir dəfə etmirsən. Bu, zikrin fəzilətini bilmədiyindən deyil. Yaşlı birisinə desən ki, zikrin fəziləti nədir? Deyəcək ki, ay oğlum, sən dediyin şeyi eşitməmişəm. Zikr nədir belə? Fəzilət nə deməkdir? Onlar artıq elm mərhələsini keçib, əməl mərhələsinə gəliblər. Yəni, zikri hər gün həyat tərzinə çeviriblər. Bizdə isə qəribə bir soyuma var. Bizdən kim namazdan sonra telefondan uzaqlaşıb, Quran oxumaq üçün yarım saat oturur. Bəlkə bir damla göz yaşı o an səni Allahın rəhmətinə yaxınlaşdırar. Amma yox, deyirik ki, məşğulam. Sanki artıq salih əməl mümkünsüz olub. Mən vacib olmayan, nafilə ibadətlərdən danışıram. Axırıncı dəfə nə vaxt ümrəyə getmisən? Səni ümrəyə dartan iman yoxdur. Gedəndə niyə yalnız bir dəfə tavaf etdin? Axı niyə gecələr tavaf etmirsən? Niyə gündüzlər istidə sevə-sevə ibadət etmirsən? Çünki salih əməlləri olan istək zəifləyib. Cümə namazına baxın. Niyə saat 11-də gəlmirsən? Niyə səni erkən görməyə sövq edən bir motiv yoxdur? Axı hər namaz səni Allah qatında bir dərəcə yüksəldir. Hər hərf 10 savab gətirir. Xatırlayıram, məktəbdə oxuyanda, Riyadda, Bədiyə məhəlləsində İbn Məcid məscidi vardı. Oraya böyük yaşlı kişilər cümə günü səhər saat 8-də gəlirdilər. Soruşdum, niyə bu qədər tez gəlirlər? Dedilər, onlar 15 cüz Quranı əzbərdən oxuyurlar. Quranı açmırlar belə. Xütbə başlayana qədər 15 cüz əzbərdən oxuyurlar. Onlar liftə minməz, pilləkənlə qalxırdılar. Biz isə hələ evdəyik, yuxudayıq. Biri bu qədər istəkli, digəri isə bu qədər səhlənkar. Niyə belə fərq var? Biri yaxşı əməl sahibidir, amma o biri evdə uzanıb yatıb, heç bir şey etmir. Niyə bu qədər çox yatır? Çünki qəlbində onu hərəkətə gətirən bir istək, bir iman gücü yoxdur. Əgər olsaydı, zikr edərdi, namazı vaxtında qılardı. Amma o yoxdur. İman sahibi isə fərqlidir. İman onu daim irəli aparır. İman səni salih əməl etməyə sövq edən qüvvədir. Ey əzizlərim, bəs həmin salih əməllər qiyamət günü sənin üçün nə edəcək, bilirsənmi? Dünyada səni iman salih əməllərə sövq edirdi. Amma qiyamət günü elə həmin salih əməllər səni hərəkətə gətirəcək. Qulaq as, dünyada bu iman səni irəli aparır. Amma qiyamət günü səni etdiyin salih əməllərin aparacaq. Qiyamət günü cəhənnəm üzərində sırat körpüsü qoyulacaq. Sırat körpüsü dünyada da sıratul müstəqim, düz yol dediyimiz körpüdür. İbn Əl-Qayyim deyir, sırat 2 yoldur. Biri dünyada, biri axirətdə. Dünyadakı sırat
sənin Allahın dininə düzgün şəkildə əməl etməyindir. Axirətdəki sırat isə cəhənnəm üzərində qurulan o körpüdür. Altında cəhənnəm var. Səhih Müslimdə Peyğəmbər sallallahu aleyhi və səlləm bu sıratdan keçən insanların sürəti haqqında buyurur. İnsanları o körpüdə onların əməlləri hərəkət etdirəcək. Yəni səni o gün əməllərin irəli aparacaq. Əməllərin səni itələyəcək, sürükləyəcək. Bəziləri ildırım kimi keçəcək, saniyələr içində. Bəziləri külək kimi, bəziləri sürətlə qaçan atlar kimi, bəziləri qaçaraq, bəziləri yeriyərək, bəziləri isə iməyləyərək keçəcək. Bu fərqlərin hamısı sənin bu dünyada malik olduğun iman səviyyəsinə bağlıdır. Yəni, bugün səndə olan iman, sabah səni o körpüdə irəli aparan qüvvə olacaq. Səni namaza, salih əmələ göndərən səninlə olan imandır. Bəlkə də səndən daha bilgili, daha gözəl, daha varlı bir kimsəni həmin nemətlər salih əməldən geri qoymur. Ona sırat körpüsünə ilk addımını atmağı ilə cənnət qapısına ildırım sürəti ilə çatmağa mane olmur. Niyə bəzisi daha tez irəliləyir, bəzisi gecikir? Bunun səbəbi nədir? Yoxsa milliyyətdir? Yoxsa diplomlardır? Və ya dünyavi üstünlüklərdir? Səbəb imanın qəlbdə möhkəm kök salmasıdır. İndi insanların ruh və mənəviyyəti zəif və soyuq olub. Əziz qardaşlar, imanın sabit qalmasının ən böyük səbəbi Allahın müvəffəq etməsindən sonra dua ilə sabitliyin istənməsidir. Peyğəmbərin sallallahu aleyhi və səlləm həyatına baxın. Ayşə radiyallahu anhə deyir, Ya Rasulullah, səni tez-tez, Ya Rəbbim, qəlbimi dinində sabit et deyərkən eşidirəm. Rasulullah sallallahu aleyhi və səlləm niyə tez-tez belə deyirdi? Peyğəmbərin sallallahu aleyhi və səlləm Allahla olan əlaqəsi bəşəriyyətin hamısından daha güclü idi. Onun Rəbbinə yaxınlığı hər kəsdən daha üstün idi. Amma buna baxmayaraq, o sallallahu aleyhi və səlləm Ayşə anamıza deyirdi, Ey Ayşə, qəlblər Allahın əlindədir. Onları özünün istədiyi kimi çevirər. Bəlkə bugün mənim qəlbim ən gözəl haldadır. Qarşınızda durub danışıram. Amma bir an içində dəyişib, pis hala düşə bilər. Bəs sənə kim dinin sabit qalacağına zəmanət verir? Heç kim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə deyir. Biz çoxlu dua etməliyik. Xüsusən də belə dua ilə. Ey qəlbləri çevirən Rəbbim, qəlbimi dinində sabit et. Çünki fitnələr qəlblərə çox təsir edir və bu səbəblə yolda nazanlar da az deyil. Görürük ki, bir çox insanlar bir zamanlar salih əməl və istiqamət üzərində idilər. Amma sonra salih əməlləri tərk etdilər. Allah Teala xəbər verir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm sabitliyi Allah Əzzə və Cəllə tərəfindədir. Peyğəmbər buyurur, əgər biz səni sabit etməsəydik, sən onlara biraz meyl edə bilərdin. Yəni, ey Muhammed, səni əvvəl də, sonra da sabit edən Allah Əzzə və Cəllədir. Səni sabit etməsəydi, onlara az bir miqdarda meyl edərdin. Bəs az bir miqdarda meyl etsən nə olacaqdır? Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını 2 qat tatdırardıq. Əziz qardaş və bacılarım, kanalımıza abunə olun, bəyənin, paylaşaraq əzizlərinizi də faydalandırın. Xeyrə yol göstərən həmin xeyri etmiş kimidir. ورؤية وجهه المنزه عن التمثيل والتشبيه كما ترى الشمس في الظهيرة والقمر ليلة